Fuad Musazadə deyib ki, salam əskər oğlum, söylə, necəsən? Bir vaxt arzum idi, əskər gedəsən. Sanki dünən etdim bu arzunu mən. Günlər nə tez keçdi, nə tez böyüdün sən. Dayanıb qapının önündə hər gün işdən gəlməyimi gözləyərdin sən. İndi gözüm yolda, sən isə əskər. Sənin gəlməyini gözləyirəm mən. İllər çox tez gedib, çaşdırıb məni. O vaxt qoruyardım hər şeydən səni. Bugün sən məhv edib yağı düşməni. Qoruyursan məğrur bizim vətəni. Danışardım sizə mən Qarabağdan, verilən o gözəl cənnət məkandan. İndi isə qaytarıb siz torpaqları, danışırsan mənə sən Qarabağdan. Döyüşdən düşməni salan dərdə, sərə, bizdən salam söylə o əskərlərə. Xidmət borclarını verib vətənə, dönsün hər bir əskər doğma evinə. Dönsün hər bir əskər doğma evinə.